Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. İmam Hadi Aleyhisselamın Qədiriyyə ziyarəti barəsində danışırdıq. Qısa olaraq bu ziyarətnaməyə biz icmali, ümumi formada baxırıq. İmam Hadi Aleyhisselam burada Əli ibn Əbi Talib Aleyhisselamın məqam mənzilətini, o həzrətin qısa olaraq həyatını, İslama etdiyi xidmətləri, fədakarlığı və eyni zamanda ona olunan zülmlərdən bəhs edir. Buna görə bu ziyarətnamə bir imamın dilindən başqa bir imamın təqdimatıdır, ziyarətnamə üslubundan. Buna görə sifariş olunub ki, Qədirxum günü, bu mübarək gündə bu ziyarətnamə ilə Əli ibn Əbi Talibi müminlər, iman əhli, onun şiyyələri ziyarət etsin. Ötən bəhsimizdə dedik ki, İmam Hadi Aleyhisselam Əli ibn Əbi Talibi ziyarət etsə də ilk salamını Allah Rəsuluna verərək başlayır. Və Allah Rəsuluna salam verdikdən sonra buyurur ki, Əssəlamu alə ənbiyaillah və rusulihi və mələikətihil əl-muqarrabin və ibadihis salihin. Sual budur ki, niyə görə İmam Hadi Aleyhisselam Əli Aleyhisselamın ziyarətinə gəlib, amma Allah peyğəmbərlərinə, ilahi rəsullara, müqərrəb mələklərə və eyni zamanda salih bəndələrə salam verir? Bunun hikmətindən bu ola bilər ki, necə ki, burada da ənbiya kəlməsi cəm işlədib, yəni bütün peyğəmbərlərə, hədisdən gələn məlumatlara əsasən Əli Aleyhisselamın dəfn olunduğu yerdə Həzrəti Adəm, Həzrəti Nuh, Həzrəti İbrahim, eləcə də 370-dən çox peyğəmbər dəfn olunmuşdu. Yəni Əli Aleyhisselamın mübarək məzarı bu peyğəmbərlərin yanında yer almışdır. Buna görə İmam Hadi Aleyhisselam bu yerin məqamında, bu yerdə dəfn olunanın məqamını bildirmək üçün peyğəmbərlərə salam verir. Və eyni zamanda Allahın rəsullarına salam verir. Və buyurur ki, bu yer və mələikətihil müqərrəbin, müqərrəb mələklərin gəlib getdiyi yerdir. Böyük alimlərin tövsiyələridir ki, insan mənəvi bir məqama əl tapmaq istəyirsə, yüksəlmək istəyirsə, Əli ibn Əbi Talibi ziyarət edib Allahdan öz istəyini istəsin, öz diləyini istəsin. O dilək istəcab olmağa, qəbul olmağa yaxındır. Niyə görə? Çünki bura müqərrəb mələklərin yeridir. Bu dua Allah dərgaha, ilahi dərgaha daha çox çatır. Bəziləri buyurur ki, müqərrəb mələkləri nəyə görədir? Bəli, burada Həzrəti Adəm, Həzrəti Nuh, Həzrəti İbrahim və Əllamə Məclisinin buyurduğuna əsasən 370-dən çox peyğəmbər dəfn olunub. Təbii olaraq bura müqərrəb bir yer olacaq. Amma İmam Sadiq Aleyhisselamdan nəql olunan bir hədisə əsasən ki, Şeyx Quleyni Şiə dünyasının məşhur hədis alimlərindəndir. Şeyx Quleyni İmam Sadiq Aleyhisselamdan buyurur ki, İmam Sadiq Aleyhisselam gəldi, İmam Əli Aleyhisselamı ziyarət etdi. Ziyarət edəndən sonra buyurdu ki, oğlu İsmaila, cəddin Hüseynə salam göndər. İsmail soruşdu ki, İmam Sadiq Aleyhisselamın oğlu, canım sənə fəda olsun, məgər Hüseyn ibn Əli Kərbəlada dəfn olunmayıb ki? İmam buyurdu ki, bəli, amma cəddim Hüseynin mübarək başı Əli ibn Əbi Talibin yanında, bizim dostlarımız tərəfindən İmam Hüseyn Aleyhisselamın mübarək başı gətirilib burada dəfn olunmuşdur. Ona görə sən ilk növbədə burada İmam Hüseyn Aleyhisselama salam ver. Salam verəndən sonra İmam buyurur ki, Məvzi'u rəsil Hüseyn və məvzi'u mənzəlil qaim. Bura Hüseyn ibn Əlinin mübarək başının yeridir və eyni zamanda bizim qaimimiz üçün ilk qurulan minbərin yeridir. Demək, Əli ibn Əbi Talibin mübarək məzarı
nəyə görə müqərrəb mələklərin gəlib getdiyi bir yerdir? Burada Allahın sevib seçdiyi peyğəmbərlər dəfn olunub. Hüseyin ibn Ali əleyhissalamın mübarək başı orada dəfn olunub. Və eyni zamanda İmam Zaman əleyhissalamın Əccəlallahu fərəcəhu taala ilk qurulacaq minbəri də Əli ibn Əbi Talibin mübarək məzarı olacaq. Ona görə bura müqərrəb mələklərin, duaların isticab olduğu bir yerdir. Demək, Əli ibn Əbi Talibin mübarək məzarı həm keçmişi özündə cəm etmişdi, toplamışdı, həm də gələcəyidir. Demək, keçmiş də burada xülasə olunub, gələcək də burada xülasə olunmuşdur. İmam Hadi əleyhissalam daha sonra buyurur ki, və ibadihis salihin, salih bəndələrə də salam olsun. Salih bəndələrdən məqsəd yenə Əllamə Məclisi buyurur ki, burada bütün peyğəmbərlərin vəsiləri dəfn olunmuşdur. Yəni, hər bir peyğəmbərin vəsisi olduğu kimi, canişini olduğu kimi, məsələn, Həzrəti İbrahimin, Həzrəti Nuhun, Həzrəti Musa əleyhissalamın, Həzrəti İsa'nın vəsisi və canişini olmuşdur. O canişinlər də burada dəfn olunmuşdur. Baxın, İmam Hadi əleyhissalam, İmam Əli əleyhissalamın şəxsiyyətini bizə tanıtmaq istədikdə ilk növbədə onu Allah Rəsulunu tanıtdırır. Daha sonra peyğəmbərləri tanıtdırır. Həmin bu məqamı tanıtdırır. Eyni zamanda vəsləri tanıtdıqdan sonra əleyhissalama xitabən buyurur ki, Əssalamu aleykə ya əmirəl müminin. Salam olsun sənə ey müminlərin əmiri. Müminlərin əmiri nədir və İmam Hadi əleyhissalam burada hansı məsələləri vurğulamaq istəyir? İnşallah bu barədə siz əzizlərlə digər müzakirələrdə diqqətinizə çatdıracağım. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.